Övladları əlindən alınan ana azyaşlı uşaqlarına qovuşub. Gəncə xəbər az məlumat verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə 2 azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın video müraciəti yayılmışdı. Məsələ ilə bağlı daha sonra qadın Azərbaycan Uşaq Qaynar xəttinə 116-111-ə müraciət edərək 7 və 4 yaşlı övladları ilə görüşmək məqsədi ilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi. Qadının müraciəti əsasında məsələ aidiyyatı qurumlara yönləndirilib. Uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Aidiyyatı qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib. Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 2 uşağına qovuşub. Uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır deyə məlumatda bildirilir. Qeyd edək ki, Gəncədə yaşayan 2 uşaq anası 24 yaşlı Jalə Adil Qızağayev övladlarının atası tərəfindən qaçırıldığından şikayətçi olmuşdu.